İnsan ruhu belə yaranıb ki, həqarətdən, kiçilikdən xoşu gəlmir. Qərb fəlsəfəsində də kimsə Nietzscheni oxuyubsa, Nietzschenin də fəlsəfəsinin əsasını bu görüşlər təşkil edir. O qərb dəyərlərini qınayır, ona görə ki, deyir, insanın içində olan qüdrət tələbli hissini biz öldürmüşük. İnsan böyüklük istəyir, biz yaratdığımız bu düzənlə bu hissi öldürmüşük. Biz insanı kiçiltmişük, qərb fəlsəfəsini deyir, qərb dəyərlərini deyir, qərbdə hakim olan sistemi deyir. Amma düzdür, o fərqli yol təklif eləyir, başqa bir yol təklif eləyir, amma istinad nöqtəsi insan qüdrətidir. Deyir, insan qüdrət tələbdir, böyüklük arzusunda olan bir varlıqdır. Çünki insanın kiçilməkdən xoşu gəlmir. Və yaduzdadırsa, mən dedim bu məsələni ki, günahlar niyə pisdir? Niyə filan iş günahdır, eləmə? Allah ümumiyyətlə nəyisə niyə görə deyir, eləmə? Deyirik, yəni pisdir. Pis nə deməkdir, niyə pisdir? Pis o deməkdir, o şeylər ki, insanı kiçildir, onlara pis deyilir. Elə bir sinifdir, kiməsə dərs keçirir bir uşağa. Pisliklərə, yaxşılıqlara tərif vermək istəyir. Elə bil, məsələn, sizlərdən hər biri öz. Pis o şeylərə deyilir ki, insanı kiçildir. Yaxşı o şeylərə deyilir ki, insanı böyüdür. O əməllər ki, insanı böyüdür, yaxşıdır. O əməllər ki, insanı kiçildir, pisdir. Günah niyə görə pisdir? Çünki günah insanı kiçildir. Günah insan ruhuna təhqirdir. Və insan ruhu kiçilməyə müxalifdir əslində. Və bütün yaxşılıqlar niyə görə yaxşıdır? Səbr niyə görə yaxşıdır? Çünki böyüdür insanı. Cəmaata xidmət niyə görə yaxşı əməldir? İnsanlara xidmət. Çünki böyüdür insanı. İnsan ancaq özünü düşünmürsə, deməli dairəsi genişdir. Hamı sığır ürəyinə, başqaları da sığır. Ona görə yaxşıdır. Namaz niyə görə yaxşıdır? Namaz yaxşı əməldir. Namaz ona görə ki, o aləmlə əlaqə yaradır. Ruhu aparır ora, böyüdür insanı. Ruhu o aləmlərə aparır. İntizar niyə görə yaxşı əməldir? İmam zamanın intizarını gözləmək. Çünki gələcəyi görürsən, ruh böyüyür, bu anla yaşamırsan. Bütün yaxşılıqlar böyüklüyə görə yaxşıdır. Və insan bu dünyada böyük olmaqdan başqa mövcudluğunun bir fəlsəfəsi yoxdur. İnsan gəlib böyüklük əldə eləməyə və bütün böyüklüyə vasitə olan əməllərin adını qoyublar yaxşı əməllər. Ona görə yaxşıdır ki, bu məqsədə xidmət eləyir. İnsanı böyütməyə xidmət eləyir. Ona görə onlar yaxşı əməl sayılır. İki yerdə Allah Quranda Peyğəmbərimizin əxlaqını tərif eləyib. İki yerdə. Peyğəmbərimizin məhz mənəviyyatından danışıb. İkisini də sizin diqqətinizə çatdırıram. Əzbər bilirsiniz yəqin, bu o qədər təkrar, bəzi ayələr var, çox deyilir, bu da o ayələrdəndir. Peyğəmbərimizin əxlaqı haqqında İnnəkə lə'alə xuluqin azim. Bu bir söz tərifdir. Həqiqətən sən əzəmətli əxlaq sahibisən. Yaxşı sözün işlətmir. Peyğəmbərin əxlaqından danışır, deyirsən, əzəmətli əxlaq sahibisən, sən böyüksən. Yəni, böyüklük bərabərdir yaxşılıq. Ən yaxşı insan Peyğəmbərdir. İnsanlığın zirvəsidir. Ən yaxşı insan. Və elə belə deyək də, yaxşıdır ona görə ki, zirvədir. Böyükdir. Böyüklüyü də onun yaxşılığı. Yaxşılığı onun böyüklüyündədir. Bu bir. İkinci buyurur ki, ələm nəşrəh ləkə sədrak. Biz sənin qəlbini, köksünü, ruhu genişləndirmədikmi? Bu da bir növ tərifdir. Yəni, sənin qəlbin genişdir. Yenə də böyük sözündən işlədir. Demir, sən yaxşı adamsan. Deyir, sənin qəlbin genişdir. Genişlik, böyüklük, ucalıq. Bu kəlmələrdən istifadə edir. Musaya deyən kimi, get Fironun yanına, dedi, Rabbi şrəhli sədri. Rabbi şrəhli sədri. Dedi, ilahi, qəlbimi genişləndir. Böyük qəlb lazımdır. Peyğəmbərin bütün yaxşılığı onun böyüklüyündədir. Peyğəmbərə o qədər geniş qəlb verib ki, Allah. Peyğəmbərə hər gün bizim əməllərimizə baxır. Hamımızın. Bütün hamımızın əməllərini nəzərdən keçirdir. O necə baş verir? O belə deyir ki, dəftərlər yığıla, o bir baxa, milyonla adamın əməlinə xeyr. Ruhun tutumu başqa bir şeydir. Və niyə baxır ki, o bizim əməlimizə? İşi yoxdur başqa. Ya da məcburdur, deyiblər, sən oturub bunlara baxmalısan, o da deyir, neynim da, işim budur, baxmalıyam. Belədir, yox. Ata, ana uşağın dəftərinə
gündəliyinə nəyə görə baxır? Uşağı sevdiyindən, uşaqdan nigarandır. Nigarandır deyə hərdən bir baxır görsün vəziyyət necədir. Sevdiyinin nəticəsidir, nigarançılığın nəticəsidir. Denən ki, əşin nə olacaq da, sən neyirsən baxıb, o diyana bilmir, baxır. Peyğəmbər biz o qədər qəlbi genişdir ki, bizə görə nigarandır və diyana bilmir, başqa cür taqəti yoxdur deyə Allah göstərir. Hətta pisindən narahat olsa belə, nigarançılıqda qala bilmir, bizim taleyimizdən xəbərdar olmaq istəyir. Ki, bugün biz nə eləmişik, hansı əməllər eləmişik? Peyğəmbərə təqdim olunur. Qədir gecəsi gəlir, sabah, axşam inşallah Qədir gecəsidir, sabah gecə, birinci gecədir. Qədir gecəsində bütün müqəddəratımız təyin olunacaq, birinci İmam Zamana təqdim olunacaq. Çünki o nigarandır bizdən, nigarandır. Ona təqdim olunacaq, o əyrəskilikləri düzəldəcək. Allahdan istəyəcək ki, ilahi bunu buna kömək elə. Allah onları rəhmət qərar verib. Birinci mələklər soruşdular ki, Qədir gecəsi bilirsiniz ha vaxtı, İmam Baqirdən deyəsən soruşdular, İmam Baqir əleyhissalamdan. Axı, 3 gecə biz qalırıq oyaq, bilmirik hansıdır. Siz bilirsiniz, dedi, necə bilməyim ki, Tənazzalul mələikətü və ruh fiha bi izni rabbihim min kulli əmr. Quran buyurur ki, o gün mələklər və ruh yerə enər, o mələklər və ruh enəndə birinci məni ziyarət edirlər, sonra insanları. Mən bilirəm ki, hansı gecədir. Amma deməməklərində bir hikmət var. Hikmət də budur ki, 3 gecə biz oyaq qalaq, ibadət eləyib, bundan itirməyəcək ki. Elə hər gecəsinə də Qədir gecəsinin savabını yazar. Çünki Qədir gecəsi niyyətinə gəlmirsən axı. Ona görə də bunu gizlədir ki, üçündə də insan ibadətlə məşğul olsun, oyaq qalsın. Bu bir növ təvazökarlıqdır. Təvazökarlıqdır. Təkəbbürlü adam deyir ki, bunu deyin də biz bilək. Amma təvazökar demir. Deyir, 10 dəfə də çağır gələcəm. 10 günün içindədir, 20 günün içindədir. Mən hər dəfə uşaq kimi qaçıb gələcəm ki, bu gecələrdən biri bu Qədir gecəsidir. Sözün qısası budur ki, böylü yaxşılığın mahiyyətidir, həqiqətidir. Peyğəmbəri də tərif eləyəndə böylüyünə işarə eləyir. Böylüyündən danışır. Bizə Allah bir şey başa salır ki, bu dünyada yaxşı işlər ona görə görün ki, böyüdür, pis işlərdən ona görə çəkinin ki, kiçildir sizi. Sizə rəva bilinmir, kiçik olasınız. Falan şey olmaz, eləmə, bilirsiniz nə üçün deyir? Ona görə ki, sənə yaraşmır. Ayıbdır sənin üçün, kiçik bir işdir bu. Səni balacalaşdırır, kiçildir bu. Səni mən böyülü üçün yaratmışam. Dini mətnlərdə görmüşük ki, dənizə baxmaq deyir yaxşıdır, müstəhəbdir. Dənizə baxmaq nə üçün? Genişlikdir. İnsan genişliyi sevir. Deyənasan, oturasan sahildə dənizə baxasan. Peyğəmbərlər niyə dağlarda gedib ibadət ediblər? Həm də maddi mənada bir yüksəkliyə qalxma istəyi var insanın içində. Peyğəmbər dağda qalxıb ibadət edirdi. Oturub dənizə, alimlər, ariflər, Əllamə Məhəmməd Təqi Cəfəri deyir, bir hadisə danışır, deyir, xoşlayırmış dənizə getmək. Deyir, getdim dəniz kənarında oturdum, o əzəmətli dənizin, deyir, dənizin o belə deyə də dalğalanması məndə qəribə hallar yaradır. O gündə dalğa çox idi, mən də baxırdım, zövq alırdım dənizdən. O qədər zövq aldım ki, yanımdakı balıqçıya bir nəfər də balıq tutmağa gəlib. Ona dedim ki, bax gör dəniz necə dalğalanır, necə eləyir. O da baxdı, dedi, hə, balıq yoxdur. Deyim, mən dedim, elə dəniz böyüdür, gör nə gözəldir. O dedi, balıq yoxdur. Nə qədər istədim balıq səviyyəsindən biraz çox yuxarı aparım, onu gördüm, yox. Elə o balığın dərdindədir. Əllamə Cəfəri də nə bilsin ki, bu yazıq elə bu balıqla dolanır. Bunun fikri budur ki, bu qarnını doydura bilsin. Deyir, elə mən dedim, bir dənə bax gör, nə əzəmətli dalğalardır. O da verir, hə, balıq yoxdur. Mən belə dedikcə, o da elə deyirdi. İnsanın o əzəmətə, təbiətdə də can atması, yüksəkliyə, dağa baxması, dağdan zövq alması, onlar hamısı bilirsiniz nədəndir? İçəridə, fitrətdə belə bir istək var. İnsan böyüklüyə aşıqıdır. İnsan böyüklüyə can atır. İnsan böyük olmaq üçün yaranıb. İnsan kiçilib qalmaq üçün yox, böyük zirvələri fəth eləmək üçün yaranıb. Bu insanda fitri məsələdir.
Və Allah istəyir ki, insanlar böyük olsun. Allahın yeganə istəyi bizdən budur. Ona görə Allahın dininin işi bu qədər çətin gedir. Mən bir mövzuya toxunmaq istəyirəm ki, neçə dəfələrlə biz cümə günləri o mövzuya toxunmuşuq. Amma mən heç vaxt qorxmuram ki, bir mövzu təkrar olaraq deyilsin. Çünki bu mövzu elə bir mövzudur ki, azadlıq mövzusunda da ona işarə eləmək olur. Hidayət mövzusunda ona işarə eləmək olur. Bugünkü söz böyüklükdən düşüb, mən yenə də istəyirəm və məcburam ki, bu mövzuya işarə eləyim. Əgər sizlər üçün təkrar da olsa, bəziləriniz üçün, mən məcburam, lazım bilirəm ki, bu mövzuya işarə eləyim. Bu mövzuya bu dəfə insan böyüklüyü baxımından yanaşacaq. O hansı mövzudur? Yadınızdadır, cəzanın və mükafatın tez olmaması haqqında danışmışdı. Allah əməllərə görə dərhal cəza və mükafat vermir bizə. Məsələn, yaxşılıq eləyən kimi versin, pislik eləyən kimi cəzasını versin. Belə eləsəydi, dininin işi çox asan olardı Allahın. Çox asan olardı, xeyli məsələlər asanlaşardı. Məsələn, bugün moizədə oturmuşsunuz, isti gündür, oruç tutmuşsunuz, 1 saatda təxminən mən vaxt uzalıram sizin hər gün. Gəlib oturmuşsunuz burada, buna əvəz verəcəklər şübhəsiz. Mən demirəm, siz əvəz üçün gəlmişsiniz, nə üçün gəlmişsiniz, onu Allah bilir, özünüz bilərsiniz, nə üçün bura gəlirsiniz. Amma hər halda Allah da verəcək, əvəzsiz qalmayacaq. Daha doğrusu, həyatda bizə qalan elə bu olacaq. Ömrümüzü hesablayacaqlar, dəqiqə hesabı, orada ciddi hesablayacaqlar. Saniyə hesabı hesablayacaqlar və bu məclislər hamısı bizə qalan hissəsi olacaq ömrümüzün. Nə qədər bihudə saatlar tələf eləmişik, başımıza vuracaq orada. Ki, hayf, oturdum, boş-boş danışdım. Günümüzün nə qədər hələ günah hissəsini demirəm, günah heç. O boş-boş sərf elədiyimiz vaxtlar qiyamətdə deyir, o məclis ki, orada Allah zikr olunmaz, insanın həsrət vasitəsi olacaq. Qiyamətdə o məclislərə görə peşman olacaq. Bu indi olacaq. Amma təsəvvür edin ki, məsciddən çıxanda, məscidin qapısında ya məsələn 1 saat sonra gətirsinlər həriyə 5000 manat versinlər ki, bu məclisin əvəzi. Sabah burada nə qədər adam olacaq? Çox adam olacaq. Bütün küçə, meydan da olacaq, şəhər də olacaq. Dinin işi qabağa gedəcək. Zahirən, adam çox alacaq. Amma insan kiçiləcək. Allah istəyir biz kiçik olmayaq, istəyir biz böyük olaq. İndi qiyamətdə olan nəticəni görək. Ancaq bu ruhumuz olmasın ki, kiçik olmasın ki, eləyim dərhal cavabını görüm, eləyim dərhal nəticəsini görüm. Üzr istəyirəm, misal bizdən, sizdən, bütün kaş insanlardan uzaq olsun. O sirkdə, üzr istəyirəm, o bəzi canlıları işə vadar eləmək üçün bir iş görən kimi nəsə verir ona. O öyrəşib. Mükafat görməsə əməl eləmir. Allah istəmir biz belə olaq. Allah istəyir biz böyük olaq. Biz böyük olaq. Biz 100 addım sonranın fikrində olaq. Bu əvəzi indi vermirəm, deyirəm ki, sənə verəcəm. O vədəyə görə ruhumuz o qədər böyük olsun ki, o gələcəkdə veriləcək əvəzə görə indi əməl eləyək. Ona görə hidayət işi çətinləşir. Ona görə imamlar bir-bir şəhid olur. İmamlar ona görə şəhid olur. Hidayət üçün. Hidayət asan olsaydı şəhid olmazdılar. Allah o qədər insanın böyüklüyünü istəyir ki, razıdır imamlar şəhid ola, tək ki bu prinsip pozulmuyor. Bu işdən əl çəkmir. Allah istəyir biz böyük olaq. Çünki böyük olmasa xoşbəxt olmayacaq. Bizim xoşbəxtliyimiz bizim böyüklüyümüzdən asılıdır. Məqsəd namaz qılmaqdır. Namaz bunun üçündür ki, bizi böyütsün. Namaz bunun üçündür ki, bizi böyütsün. Əs-səlah me'racul mu'min. Müminin meyracıdır namaz. Yəni müminin ruhunu zirvəyə aparır, qaldırır. Amma mükafatı burada dərhal versə namazın, namaz gəlib olacaq kiçik bir şey. Bu dünya üçün ibadət eləyəcək. Demirəm burada əvəz vermir. Dünyada da namazın əvəzini verir. Amma onu dərhal eləmir. Elə şəkildə eləyir ki, biz bilmirik. Deyir, kim getsə qohumların ziyarət eləsə, qiyamətdə xeyirləri filan, dünyada ruzu verərəm ona.
Kim gedə qohumlarını ziyarət eləyər. Amma belə olmur ki, şəffaf olsun. Hardan, hansı qapıdan onu ötürür və sən bilmirsən ki, bu ona görə idi. Amma həqiqətdə ona görə idi. Sən bir qohuma bir yaxşılıq edirsən, məsələn, neçə gün sonra hansısa başqa vasitə ilə sənə yetirirsən, başa düşmürsən. Onu şəffaf eləmir. Ki, insana hörmət edir, insan böyüdür. Bugün qərb dünyasının əsas eyiblərindən biri nədir? Qərb dünyasının əsas eyiblərindən biri budur ki, qanun çoxdur orada. Əsas eyiblərindən biri budur. Qanun çoxdur, həddən artıq çoxdur. Bir nizam ki, ancaq qanunun qorxusundan yaranıb, o nizamı İslam qəbul eləmir. Düzdür, biz onlardan da geri qalmışıq, amma yenə də onları bəyənmirik. Bir nizam ki, ancaq cəza üzərində qurulub, qanunun çoxluğu üzərində qurulub, küçələr nizama düşüb, amma insanın kiçilməyi bahasınadırsa, mən küçəni insan üçün istəyirəm, insanı küçə üçün yox. Demirəm cəmiyyətdə qanun lazımdır, amma cəmiyyətdə insanın islahının çox hissəsi əxlaqa yüklənməlidir, qanuna yox, əxlaqa. Hansı cəmiyyətlərdə ki, qanun çoxdur, o nöqsanlı cəmiyyətdir. Hər şey qanunla tənzimlənir, düzdür, nizamı başqa cür qorumaq olmur. Ola bilər, bu gün məqbuldur, amma bu ideallıqdan çox uzaq cəmiyyətdir. Çünki insanlar alışıb, bunu elədim, vursunlar, onu elədim, cərimə eləsinlər, bunu elədim, mükafatımı görüm. Hər şeyi hazır görmək bilirsiniz, neynir? Ən böyük zərbəsi budur ki, insanı kiçildir və qərbin əxlaqi fəsadından çox, onun düzəninin fəsadı bundadır. Onda da ki, onlar içirlər, rəqs eləyirlər, neynirlər, onda da o da fəsaddır. Amma fəsadının ən böyük kökü bundadır ki, insan bir varlıq olaraq kiçilib o sistemin içində. Ona görə davam eləməyəcək. İnsanı təhqir əsasında qurulub. Fikir vermişsiniz, bütün əqidələri mən oxumuşam da, siz də yəqin ki, oxumusunuz, burada ziyalı adamlar var. O kapitalizmi təhlil edirsən, qərbdə olan liberal demokratiyanı təhlil edirsən, ancaq mənfəət. Yəni, bunu elə nəticə gör, bunu elə nəticə gör. İşdəsin, yesin, və budur. Bunun ən böyük fəsadı bilirsiniz nədir? İnsan adlı böyük varlığı gətirib kiçildib, təhqir eləyib. Ona görə də heç vaxt davamlı ola bilməyəcək. O ki, deyirlər, bunlar çökəcək, çökəcəkdə məqsəd budur ki, bunlar insani dəyər verməyiblər. İnsan öz yerini gəlib tuta bilməyib. Amma dinin fərqli yanaşması var bu məsələlərə. Allah istəyir, biz böyüyək və bizim böyüməyimiz üçün İmam Hüseyin qətligaha gedəcəksə, Allah ona razıdır. Allah ona razıdır. İmamlar necə rəftar edib adamlarla? Çox hörmət ediblər. Böyük görmək istəyiblər insanları. Yoxsa Muaviyə onlara qələbə çala bilməzdi. İmamlar üz veriblər cəmaata, onlar da ondan sui-istifadə ediblər. Böyük göstəriblər və böyük görmək istəyiblər insanları. Muaviyə çox zəif idi İmam Həsənin müqabilində. Nə hörməti hörmət idi, nə qiyafəsi qiyafə idi, nə heç bir cəhətdən. Nə şücayəti şücayət idi. Hamı da bilirdi. Bəs niyə İmam Həsənə tərəf yox, Muaviyyəyə tərəf getdilər? Çünki İmam Həsən çox hörmət edirdi, böyük ehtiramı vardı insanlara. Cəmaatda sui-istifadə edirdi. İmam Həsən ehtiram elirdi deyə cəmaat sui-istifadə elirdi. O qədər xidmətçilərinə dözümlüdür, gəlir öz bağının qapısında dayanır, qapını döyür, xidmətçini çağırır, gəlmir, çağırır, İmam Hüseyndən ikisi. Gün isti vurur, gəlmir. Çağırır, axır gör, gəlmir, gedir. Gedəndə xidmətçi gəlir, qapını açır. Ağa soruşur ki, mən səni çağırırdım, eşitmirdin. Deyir, yox, eşidirdim, amma bilirəm ki, sən cəza verməyəcəksən. Biraz ləngidim, yubandım. O da deyir, sən mənə böyük müjdə verdin. Mən bağımdan bu qədəri sənə hədiyyə elədim. Çünki böyük müjdə verdin. Bir adamın xidmətçisi onun cəzasından qorxmaya, o çox böyük bir şeydir. Belə insanları idarə eləmək olar.
Olmaz. Olmadı ki öldürdülər onları. Belə olanda onda Kərbəla gəlir ortaya çıxır. Mən demirəm, onlar cəza vermirdilər. Əleyhissalam da cəza verirdi, Peyğəmbər də cəza verirdi, İslamda cəza sistemi də var. Bu öz yerindədir. Amma cəza İslamda zərurətdən doğmuş bir şeydir. İslam istəyir insanlar, nə bilim, kötək qorxusundan, dəyənək qorxusundan hidayət olmasınlar. Çünki İslam insana böyük bir varlıq kimi yanaşır, böyük bir varlıq kimi baxır. O qədər cəmaata hörmət elədi əleyhissalam ki, cəmaat onu öldürdü. Yoxsa onu heç kəs öldürə bilməzdi. Muaviyə necə qələbə çala bilərdi əleyhissalama? Hansı cəhətdən Həzrət Əlidən üstün idi? Heç bir cəhətdən. Bir fərq vardı. Muaviyə cəmaatı adam yerinə saymırdı, əleyhissalam cəmaatı böyük bilirdi, böyüklüyə çağırırdı. Bir fərq bundaydı. Yoxsa məktub yazır Muaviyəyə. Deyir, sən elə bir adamsan ki, heç ləyaqətin yoxdur, mən sənə bir kəlmə söz deyəm, o ki qala mən sənə məktub yazam. Sən hara, mən hara? Özü deyirdi ki, dünya məni o qədər aşağıladı, gəldilər, dedilər Əli və Muaviyə. Əlinin ruhu yarananda Adəmin ruhu yaranmamışdı. Əlinin nuru yarananda heç nə yaranmamışdı, mələklər yaranmamışdı. Peyğəmbərin nuru, ondan sonra Əlinin nuru, Fatimənin nuru yaranıb, yaradılış aləmində. Gəldi, düşdü, oldu Əli, Muaviyə. İndi deyirlər radiyallahu anh, Həzrəti Əli radiyallahu anh, Həzrəti Muaviyə radiyallahu anh. Gör, gəldim mən, hara gəldim, düşdüm. Nəyə görə? Ondan nəyi zəif idi, heç nəyi, hər cəhətdən ondan üstün idi. Bu, cəmaata hörmət eləyirdi, o eləmirdi. O təhqir eləyirdi. Cəmaat da belədir də, təhqir eləyənə tərəf gedir. Hörmət eləyənə tərəf getmir. Gərək təhqir eləyəsən, əyilsin qabağında, düşsün onu dalıcı. Ehtiram eləyirsən, hörmət eləyirsən, onu başa düşür. Başlayır sui-istifadə eləməyə. Və bu insanın ən zəif cəhətlərindən biridir. Ən zəif cəhətlərindən. Amma dinin məntiqi budur. O qədər hörmət elədi əleyhissalam ki, gəldilər, bu belə elədilər. Yadınızdadır, bu ayəni oxumuşdum. Çox gözəl ayələrindən biridir Quranın. Bugün bəşər üçün, hələm deyirəm 21-ci əsrdə bu ayəni başa düşməyiblər. Bəlkə, nə bilim, Hasan başa düşəcək. Nuh Peyğəmbərin dilindən Allah deyir bu ayəni. Ənulzimukumuha və əntum ləha karihun. Siz elə bilirsiniz ki, siz sevmədiyiniz halda, istəmədiyiniz halda biz sizi zorla dinə vadar eləyəcək. Siz istəmirsinizsə, istəmirsiniz, hörmətiniz var. Siz gərək özünüz seçim eləyəsiniz. Siz kiçik deyirsiniz ki, sizi zorla nəyəsə vadar eləyək. Həmin ayəni kim oxuyub, iki məsum oxuyub. Bir xanım Fatimə Zəhra, Həzrət Əlinin haqqı qəsb olunanda xutbəsində dedi, ənulzimukumuha və əntum ləha karihun. Bir də İmam Həsən Muaviyə ilə sülhü imzalayandan sonra dedi, ənulzimukumuha və əntum ləha karihun. Yəni, istəmirsiniz bizi, Muaviyəni istəyirsiniz, gedin. Elə bilirsiniz, biz də onun yollarını əl atıb sizi özümüzə tərəf çəkəcək. Axı, sizi təhqir eləyir, biz sizə hörmət eləyirik. Bu hörmətdən sui-istifadə eləyib, gedib ona qoşulacaqsınız, məni öldürəcəksiniz, eybi yox, buna da razı yox. Təki siz insan olasınız, təki sizin qiymətiniz olsun. Yoxsa o hilələrdən çoxunu işlədə bilərdilər. İmamlar onlardan az zirəng deyildilər. İmam Hüseyin ağa şəhid olur, Allah razıdır. Amma insanın böyüklüyündən bir zərrə azalmasın. Allah insana hörmət eləyir. Və bilirsiniz, biz niyə günah eləyirik? Bu səbəbə günah eləyirik. Çünki Allah o saat başımıza bəla gətirsə eləmərik. Allah bizə böyüklük verir, hörmət verir, ehtiram verir. Biz sui-istifadə edib günah eləyirik, bilirik o dözəcək. Onun ağalığından sui-istifadə eləyirik. Dualarda da bu şey var. Dualarda da var. İmam Səccad deyir, bu mövzulara işarə eləyir. Ona görə insanın bu İslamda insana əsas yanaşma, əsas məsələ budur ki, insan böyük olsun, böyüklüyə geçsin, çatsın. Bugün söz İmam Həsəndən gəldi, mən özüm qəsdən, çünki elə bilirəm, haqqını əda eləmədik biz. Ramazan ayının 15-də onun mövludu idi. O gündə nəsə fürsət olmadı, ona görə mən İmam Həsəndən neçə hadisələr qeyd elədim. İzə zəkərəl məvd bəka və izə zəkərəl qəbr bəka.
Və izə zəkərəl bə'sə və nüşur bəka. Və izə zəkərəl məmərrə aləs-sirat bəka. Bu nədir? Bu İmam Həsənin halı barəsindədir. Buyurur, elə ki ölüm yadına düşürdü, ağlayırdı. Elə ki qəbir yadına düşürdü, ağlayırdı. Elə ki qiyamətdə qəbirdən qalxmaq yadına düşürdü, ağlayırdı. Elə ki siratdan keçmək yadına düşürdü, ağlayırdı. Bu nə deməkdir? Bu insan o qədər böyüdü ki, indidən o günün fikrindədir. Onların əsas problemi qiyamət problemi idi. İnsan gör nə qədər böyük olsun ki, fikri qiyamətin yanında olsun. Burada ola. Deməli, bütün tarixin fövqünə gəlsin, çıxsın. Özləri böyük idi və istədilər biz də böyük olaq. Bunu neçə dəfələrlə danışmışam. Gəldilər Peyğəmbərə dedilər, ya Rasulallah, filan evdə cəmaat içki içir, oyun oynayır, günah eləyir. Biri qalxdı, o qamçı ilə gəzən var idi də bir nəfər. Hamını qamçı ilə döyürdü. Axırda da ona beyyət elədilər. Və o qalxdı ki, mən gedib saat dərslərimi verirəm. Peyğəmbər dedi, Allah eşqinə otur, sən otur. Həzrət Əliyə dedi, get gör nə olub orada. Əli əleyhissalam gəldi, səsküyü ilə qapını açdı, həyətin qapısını. Gözlərini bağladı, girdi evə. Bir adam ki, səsküyü salar, gözünü bağlayar, gələ, onlar o gəlincə qaçıb dağılışıb getdilər. Qayətdə dedi, ya Rasulallah, and olsun Allaha, orada heç kəs görmədim mən. Peyğəmbər də çox təqdir elədi Həzrət Əlinin bu hərəkətini. Gedə bilərdi, ən azından nəsihət eləyə bilərdi. Onu da eləmədi. Çünki istəmədi ki, onlar onun nəsihətinə görə, ondan xəcalət çəkməyə görə hidayət yolunu tapsınlar. Sabah Mədinədə üz-üzə gələr, ayıb olar deyə bu işimizdən çəkinək. Ora qədər hörmət eləyir insanlara, ora qədər ehtiram göstərir. Bu, nağıl danışıram mən, vallah tarixdən nümunələr danışıram. Bu qədər ehtiramı hansı məktəb insana qoyub? Harada görmürsünüzsə mənə deyin. Hansı məktəb var ki, insana bu qədər ehtiram göstərsin, insana bu qədər hörmət eləsin? Bunlar o qədər cəmaatı ehtiram elədilər ki, bilirsiniz, bu əhl-i beyt. O qədər hörmət elədilər, cəmaat o qədər cürət tapdılar ki, bunları tikə-tikə doğradılar. O üzü özləri verdilər cəmaata. Bu belə bir məktəbdir bu məktəb. O qədər ehtiram, o qədər şəxsiyyət verdilər. Onların məzlumiyyəti bunun nəticəsi idi. İmam Həsən əleyhissalamın həyatında kifayət qədər nümunələr. Muaviyə neynirdi? Muaviyə gəlirdi, zəhər vermişdi bir kəndliyə. Demişdi ki, bunu malikəşlərə verib öldürməsən başı oyun açaram. O yolla, bu yolla, min yolla Əli çıxdı minbərə, dedi ki, belim sındı malikəşlərin vəfatı ilə. Ağlaya-ağlaya dedi ki, kimdir malik? Siz nə bilirsiniz, yəni nədir? Analar acizdir, elə bir insan dünyaya gətirsinlər. Elə bir yara vurdular Əli əleyhissalama, birinə rüşvət verirdi, birinə göz ağardırdı, birinə barmaq sirkəlirdi. Nə vasitələrlə? Çünki insanı insan görmür, o sürü kimi hesab eləyir. Şeytan necə təhqir eləyər insanı, bunların da yanaşması belədir. Amma Əli əleyhissalam qarşısındakına hörmət eləyir, qarşısındakını böyük görür, böyük hesab eləyir. Gəldi İmam Həsənə təhqir elədi bir nəfər Şamlı idi, oturdu, gördü ki, özü danışırdı, gördüm bir gözəl qiyafəli, əvvəl belə deyir, nurani bir adam daxil oldu məscidə. Dedim, bu kimdir, belə bir nuraniyyəti var. Dedilər, bu Həsən ibn Əli ibn Əbi Talibdir. Deyir, Əlinin oğludur, deyir, hə, mən neçə ildir arzumdaydı Əlini təhqir eləyəm, qismət olmamışdı. İndi fürsət düşüb əlimə, gedir, dayanır İmam Həsənin müqabilində. Elə sözlərdir ki, mən heç zaman onu dilimə gətirə bilmərəm ki, Həzrət Əli barədə nə sözlər deyir, lənətlər oxuyur, təhqirlər eləyir, İmam Həsən dayanıb başını aşağı salıb baxır. Bu o qədər söyür, axıda yorulur, dayanır. Yorulub dayananda İmam Həsən baxır, deyir, deyəsən Şam əhlindənsən. Deyir, bəli, deyir, hə, Şamlılar biz əhl-i beyti sevməzlər. O qalıb mat-məəttəl. Deyir, yəqin ki, burada Mədinədə qəribsən, Şamdan gəlmisənsə qalmağa yerin olmaz yəqin 100%. Deyir, hə, yerim yoxdur. Gedək, bəs mən mənə qonaq olum, səni evdə qonaq eləyim. Deyir, mən durdu, getdi, mən də dalıca gedirəm.
Amma deyir, başımı aşağı salmışam, deyirəm, ilahi, yer aralanaydı, yerə girərdim mən, xəzalətlə. Ondan sonra gedir, qaldım, deyir, bir gün mənə xidmət elədi. Mənə xidmət elədi, çıxanda gəldim, üzr istəyəm, dedi ki, təbəssüm elədi, dedi ki, narahat olma, mən səni bağışlamışam. Ondan sonra öz-özünə deyir ki, Allah bilir ki, kimə öz risalətini tapşırır. Bu böylüklə insanlarla davrandılar. Odur ki, insanlar üzdə oldular. Gəldi Həccacın yanına bir dəstə adam. Həccaca dedilər ki, bizə mükafat verməlisən. Dedi, niyə? Dedi, bizim qəbilə Əliyə lənət oxuyur hamı. Deyir, burada bir təəccüblü şey yoxdur. Əliyə hamı lənət oxuyur. Deyir, yox, biz Həsənlə Hüseyni də əlavə eləmişik. Onlara da lənət oxuyuruq. Fatimiyə də lənət oxuyuruq. Nauzubillah. Qızlarımıza Zeynəb adı qoymuruq biz. Neynəmişdi Əhl-i Beyt onlara? Heç nə. Həccac adam yerinə saymırdı. Ona sığınırdılar. Bunlar isə hörmət edirdilər. Bunlara hər nə desən, heç nə eləməyəcəklər. Bunlara hər nə desən, heç nə eləməyəcəklər. Bax, bu dinin işini çətinləşdirən əsas məsələ bundadır. Başqaları hicabını məsxərə eləyə bilər. Din deyirsən, hicabsızı məsxərə eləyə bilməzsən. Ona şəxsiyyət verməlisən. Din bunu deyir. O getdiyi yoldan olmaz. Sən hicabsızlığı məsxərə elə ki, o məsxərənin qorxusundan gəlsin. Hicab əhli olsun, din əhli olsun. Dinsizliyi, namaz qılmamağı məsxərə elə, gül ona. Bundan ki, bu gəlsin dinə, bunun qorxusundan bunu İslam icazə verir. Amma onlar eləyir eləsin. Dinin yanaşması budur insanlara. Və insanın böyüməyinə nə mane olur? Bunu dəfələrlə demişik, mən bir dəfə də işarə eləmək istəyirəm. Niyə insan böyüyə bilmir? Çünki bugünlə yaşayır, mənfəətpərəstdir. İnsanla o qabağı görməyin qarşısında bir divar var, qoymur gələcəyi görmək. O divarın adı nədir? O divarın adı bax mənəmçilikdir. O divar dağılmadan insan böyüyə bilmir. O divar dağılmadan insan böyüyə bilmir. Bu səddi qırmalısan. Səddi qırmalısan. Bu sədd qırılmasa gözünün qabağını örtürsən, bu anla yaşayırsan, kiçilirsən. Bu səddi nə ilə qıra bilərsən? Yeganə onu qırmağın vasitəsi Allahın əzəmətidir. Allahın əzəməti ilə toqquşdur onu, o aradan geçsin, o mənəmsilik səddi aradan geçsin, sən böyüyəsən, əzəmət tapasan. Ona görə deyirlər, kiçilməsin, böyüməzsən. Bax, budur mənası. Kiçilmək, yəni o səddi qırmaq. Yəni kiçilmək eyni zamanda böyümək. Kiçilməsən, böyüməzsən səhv sözdür. Kiçilməkdir böyümək. Kiçilmək böyüməyin özüdür. Bunu insan başa düşə və danışanda da görürsən, məsələn, biri kiçilir. Mən bir dənə indi misal deyəcəm sizə. Amma siz bu nə böyük adamdır. Zahirən kiçilir. Şeyx Cəfər Kaşiful Qita, Kəşfül Qita kitabı yazıb. Şeyx Ənsarını hamımız tanıyırsınız da, İslam fiqhində Şeyx Ənsari ən parlaq şəxsiyyətlərdən biridir. Bəlkə də birincisidir. Fiqhi sahədə. Məkasib kitabı, Rəsail kitabı, onu oxuyanlar gəlir müştəhid olur. O Şeyx Ənsari deyir ki, kim Kaşiful Qitanın kitabının müqəddiməsini başa düşsə müştəhiddir. Bir kitab yazıb o Kaşiful Qita. Onun müqəddiməsini deyir, başa düşsə bir adam müştəhiddir o. O gəlir cemaat namazına dayanır. Cemaat namazının birinci, ikinci, üçüncü sıralarında fəqihlər, müştəhidlər ona iqtida edir, namaz qılır. Şan şöhrətinin ən zirvəyə çatan vaxtıdır. Fəqihlər ehtiram edir. Yaxında olanlar deyir. Deyir, hər dəfə çıxanda cemaat içinə, məscidə, moizəyə gedəndə, dərsə gedəndə, cemaat namazına gedəndə girirdi bir xəlvət otağa, biz baxırdıq, qulaq asırdıq. O xəlvət elirdi bunu. Girirdi otağa, əlini tuturdu saqqalından, deyir, özünə baxırdı, deyirdi, kunta turabən, torpaq idim bir vaxt. Kunta turabən, thummə sirtən nütfətən, sonra nütfəyə çevrildin. Thummə sirtə ələqətən, sonra ana bətnində ələqəyə döndün. Ələqə laxtalanmış qandı. Ələq. Thummə sirtən muzğətən, sonra o laxtalanmış qan sümük oldu. Thummə cəninən, sonra ana bətnində uşaq oldun. Sonra dünyaya gəldin. Thummə xərəctə tiflən, sonra uşaq kimi dünyaya gəldin. Thummə sirtə cüeyfərən, Cüeyfər Cəfərin kiçik formasıdır. Uşaqların adını görürsən, kiçildərsən, ne deyərsən? Cüeyfər odur. Deyir, sonra Cüeyfər oldun. Thummə sirtə alimən, sonra alim oldun.
Sümmə sirtə şeyxəl İslam, indi də şeyxül İslamsan, indi də alimsən, fəqihsən. Bunu deyirdi, ağlayırdı, bunu deyirdi, ağlayırdı. Zahirən özünü neynir, kiçildir. Amma biz dinləyirik, nə deyir? Deyir, bu nə qədər kiçik adam, deyir, bu nə qədər böyük adamdır. Görürsən necə böyümək, kiçilmək eyni anlayışdır bu məsələdə. Bu böyüklükdir. O nəfsin düz mərkəzinə gərək hücum eləyəsən, onun o səddini yıxmadan böyümək mümkünsüzdür. O səddi gərək yıxasan. Bir alimin həyatından mən bugün oxuyordum. Seyid Hüseyin Türk'dü onun adı. Bunu danışmışam sizə. Hərdən baxıram ki, bəlkə bu Ramazan ayında təkrar da olsa o hekayələrdən deyim. Deyir ki, çox məşhur idi. Nəcəfdən təzə qayıtmışdı. Dərs deyirdi. Dərsində də bir məscid adam olurdu. Dərs keçirdi. Bir gün deyir, dərsdən biraz qabaq gəlib, tez gəlib məscidə. Oturub bir qıraqda tələbələrin gözləyir. Görür, bir cavan oğlan da məscidin bir küncündə dərs keçir 2-3 tələbəyə. Bu qulaq asır, görür ki, o çox elmi güclü adam oxşuyur. 2 adama dərs deyir, amma yavaş-yavaş diqqətini cəlb edir, görür, yox, bu çox böyük həqiqətlərdən danışır. Heç nə demir. İkinci gün özü biraz tez gəlir. Qulaq asır, görür, yox, o fəqihdir, alimdir. Çox böyük elmi dərəcəsi var. Bir neçə gün qulaq asır, axtarış aparır, bilir bu Şeyx Ənsaridir. Ondan sonra gözləyir, indi burada 2 yol var. Ya başlayasan onunla mübarizəyə, desən ki, heç nə bilmir o. O belədir, o elədir, gözdən salasan, çoxu bu yolu gedir də, çoxu bu yolu gedir. Görəndə ki, məsələn, ona qulaq asan çoxdur, bu birinin acığına gəlir. Elə bil ki, rəqabətə çıxıblar bir-biri ilə. Bu neynir? Bu deyir, gözləyir, bütün tələbələr gəlir, məsciddə olur, deyir ki, mən neçə gündür bu cavan tələbəyə, cavan deyəndə ki, o qədər də cavan bu Şeyx Ənsariyə qulaq astım, mən yəqin elədim ki, o məndən çox elmlidir, bugündən sizlə bir yerdə hamımız gedirik, onun dərsində mən də sizin kimi, şagird kimi dizimi qattalayıb otururam, ondan elmi həqiqətlər öyrənirik. Tələbələrin götürür, gəlir, oturur onun dərsində, Şeyx Ənsari ondan sonra olur Şeyx Ənsari. Ondan sonra. Bu Seyid onu təsdiq eləyəndən sonra. Ondan sonra Şeyx Ənsari olur, mərcə təqlid filan. O dünyasını dəyişəndən sonra Allah o məqamı yenə də bu Seyidə verir. İndi bu kiçiltdi özünü. Deyir, bu nə alçaq adamdır, nəuzubillah. Yoxsa deyir, bu nə böyük adamdır. Bax, görürsünüz, bu kiçikliyin özünə elə böyüklük deyilir. Özümüz də bilmədən bunu böyüklük adlandırırıq.